Azərbaycanda aprel ayı üzrə pensiya ödəyişləri tam şəkildə yekunlaşdırılıb. Bu barədə rəsmi məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb. Nazirliyin açıqlamasına əsasən ölkə üzrə bütün pensiyaçıların aprel ayı üzrə ödəyişləri artıq həyata keçirilib və proses uğurla başa çatdırılıb. Bildirilib ki, pensiyaların ödəyişi mərhələli şəkildə təşkil olunub. Belə ki, aprelin 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda yaşayan vətəndaşların, eləcə də Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan pensiyaçıların ödəyişləri həyata keçirilib. Bugün isə ölkənin digər bölgələrində yaşayan vətəndaşların pensiyaları onların hesablarına köçürülüb. Eyni zamanda qeyd olunub ki, güzəştli şərtlərlə pensiya hüququ əldə etmiş şəxslərin də ödəyişləri bu mərhələdə tam şəkildə təmin edilib. Yəni, bütün kateqoriyalar üzrə pensiya alan vətəndaşlar aprel ayı üçün nəzərdə tutulmuş vəsaitlərini artıq əldə edə biliblər. Məlumata görə pensiyaların ödənilməsi prosesi əvvəlcədən müəyyən edilmiş qrafik üzrə və gecikmələr olmadan həyata keçirilib. Bu da sosial təminat sahəsində sabitliyin və davamlılığın qorunduğunu göstərir. Qeyd edək ki, pensiya ödəyişlərinin vaxtında həyata keçirilməsi vətəndaşların sosial rifahının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət tərəfindən bu istiqamətdə görülən tədbirlər əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Hazırda pensiya alan vətəndaşlar ödəyişlərini bank kartları vasitəsilə rahat şəkildə əldə edə bilirlər. Bu isə həm şəffaflığın artırılmasına, həm də vətəndaşlara daha sürətli xidmət göstərilməsinə imkan yaradır. Sonda bir daha vurğulanır ki, aprel ayı üzrə bütün pensiya ödəyişləri yekunlaşdırılıb və proses tam şəkildə başa çatıb.